Uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Salə müəllimə ilə birlikdə 3-cü sinif Azərbaycan dili 2-ci hissə səhifə 17-nin nizamına baxacağıq. Uşaqlar, baxmamışdan qabaq demək istəyirəm ki, kanala abunə olmağı, bəyənməyi, dostlarınızla paylaşmağı unutmayaq. İndi keçək tapşırıqlara. 3 A tapşırığında bizdən nə istəyir? Deyir ki, cümlələrdə qırmızı rəngdə verilmiş sözlər səhv yazılmışdır. Həmin sözlərin düzgün yazılışını müəyyən edin. Fikir verin uşaqlar. Daşımaq sözü ğı kimi tələffüz olunur. Amma necə yazılır uşaqlar? Daşımaq, q kimi. Çubuqla sözü x kimi tələffüz olunur. Amma nə olacaq uşaqlar? Çubuqla deyəcəyik, yenə q. Q samiti ilə bitən bəzi sözlərdə deməli uşaqlar x və q kimi səslənir. Diqqətli olun, yazılışına diqqət edin. Məsələn, qonaq yazılır, amma qonaq deyilir. Həmin sözlərə saatlə başlayan şəkilçi qoşulduqda isə q samiti ilə əvəz olunur. Fikir verin, otaq oldu otağın və yaxud da otağa. İndi B tapşırığında bizdən görək nə istəyir? Verilmiş sözlərə ın, dandan şəkilçilərini əlavə edib köçürün. Gəlin baxaq uşaqlar. Biz də əlavə edib köçürdək. Deməli belə. Darağın, qoyun yazım ki, sizə aydın olsun. Darağın və olacaq nə? Daraqdan. Fikir verin, birincidə q dəyişimi baş verdi, ikincidə isə q olduğu kimi qaldı. Daha sonra moruğun və olacaq moruqdan. Yenə q olduğu kimi qalacaq. Növbəti papağın, yenə q, amma o birisində isə papaqdan. Q olduğu kimi qalır papaqdan. Daha sonra qaldı pambıq, oraq, qulaq, bulaq. Gəlin onları da yazaq. Pambığın və olacaq nə? Pambıqdan. Pambıqdan. Daha sonra orağın və oraqdan. Növbəti qulağın, yenə qulaqdan. Q olduğu kimi qalır. Və axırıncı sözümüz nə oldu? Yəni onu da yazaq, tavu qalmasın. Bulağın və olacaq bulaqdan. Yenə birinci dəfə deməli, onun şəkilçisi, fikir verin, əlavə edəndə q-ğı əvəzləməsi baş verir, amma dandan şəkilçisi artıranda isə q olduğu kimi qalır. Getdik tapşırıq C-yə görə bizdən nə istəyir? Otaq sözünə deyir, uyğun şəkilçilər əlavə edərək cümlələri köçürün. Atam, uşaqlar nə olacaq? Otağa daxil oldu q ilə. O otaqda səliqə yaratdı. Bu zaman isə q ilə otaqda səliqə yaratdı. Sonra otağın havasını dəyişdi. Fikir verin, yenə q-ya keçdi. Otağın. Arzu otaqdan çıxdı. Bu zaman isə olduğu kimi qalacaq otaqdan. Və axırıncıya baxaq. Adil otağını yenə q-ya keçdi. Q əvəzlənməsi baş verdi. Yoldaşlarına göstərdi. İndi isə gedək tapşırıq C-yə. Görək bizdən nə istəyir? Uşaqlar, bəyənməyi unutmuruq, yaxşımı? Növbəti tapşırığa baxaq. Hansı sözlərə saatlə başlanan şəkilçi artırdıqda q-ğı əvəzlənməsi baş vermir? Həmin sözləri cümlədə işlədib yazın. Fikir verin uşaqlar, məsələndə verib burada bizdə nümunədə. Vərəq, vərəqi olduğu kimi qalır, əvəzlənmə baş vermir. Gəlin baxaq, burada hansılardır? Deməli elə birinci məntiq, ikinci şəfəq, üçüncü xalq və dördüncü dialoq. Deməli bu sözlərdə uşaqlar, şəkilçilər artılanda belə q-ğı əvəzlənməsi baş vermir, olduğu kimi qalır. Məsələn, məntiqə aid nə yazmaq olar uşaqlar? Onun məntiqi çox güclü idi və yaxud da deyə bilərsiniz ki, onun dedikləri məntiqə uyğun idi. Düzdür? Gəlin yazaq, sizə rahat olsun deyə. Onun dedikləri məntiqə, fikir verdiniz, q olduğu kimi qaldı. Bax, dəyişmədi, q-ya keçmədi. Məntiqə uyğun idi. Bax, bu bir nümunə cümləmiz. Siz ürəyiniz necə istəsə elə yazarsınız. Gəlin indi şəfəqə aid yazaq. Şəfəqə aid nə yaza bilərik? Yaza bilərik ki, dağların üzərindən şəfəq görünür və yaxud da yaza bilərik ki, səhər tezdən, gəlin cümləni biraz böyüdək, artıq 3-cü sinif idi, düzdürmü? Səhər tezdən dağların üzərində şəfəq görünürdü. Bax, bu da bizim bir cümləmiz. Növbəti cümləmiz nədir? Hansı söz daha doğrusu? Növbəti xalqdır. Biz indi xalqa aid cümlə qoşmalıyıq, qurmalıyıq. Düzdürmü uşaqlar? Xalqa aid nə qura bilərik? Elə Azərbaycan xalqı ən gözəl cümləni quraq. Qısa yazıram uşaqlar. Azərbaycan xalqı cəsarətli və
mərddir. Bax, bu da xalqa aid cümlə. Və axırıncı dialoqu qaldı. Gəlin dialoqa da aid bir cümlə quraq. Dostlar arasında səmimi və yaxud da maraqlı, fərq etməz. Dialoq. Səmimi dialoq yarandı. Yaxşımı uşaqlar? Deməli, bu cümləmiz nə oldu? Dostlar arasında səmimi dialoq yarandı. Və yaxud da səmimi yazın maraqlı dialoq yarandı. Necə ürəyiniz istəyir? Bax, belə uşaqlar, bugünlük bu qədər. İzləmədə qalın. Hələlik.